Aktrisa, əməkdar artist Ofeliya Məmmədzadə, Ofeliya Kamal qızı Məmmədzadə 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni Maarif fakültəsini bitirmişdir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmağa başlamışdır. Burada Hüseyn Cavidin Səyavuş əsərində Kəndçi qızı, İblisdə Rəna, Səməd Vurğunun Vaqif əsərində Gəlin və Gürcü qızı, Cəfər Cabbarlının Oqtay Eloğlu əsərində Firəngiz, Sabit Rəhmanın Yalan əsərində Kəklik, İlyas Əfəndiyevin Məhv olmuş gündəliklər əsərində Gövhər xanım obrazlarını məharətlə yaratmışdır. O, 1965-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa kimi fəaliyyət göstərmişdir. O, 1999-cu ildə teatrdan çıxmış, 2005-ci ildə yenidən teatra qayıtmışdır. Bu müddət ərzində bir çox yadda qalan obrazlar yaratmışdır. Gəlməli, Görməli, Gülməli miniatür teatrında yaratdığı obrazlar da unudulmaz olub. Ofeliya Məmmədzadə görkəmli gülüş ustaları Bəşir Səfəroğlu, Əliağa Ağayev, Hacıbaba Bağırov və başqaları ilə tərəf müqabili olub. Ofeliya Məmmədzadə 20 mart 1987-ci ildə əməkdar artist fəxri adına layiq görülmüşdür. Aktrisa Ofeliya Məmmədzadə rəssam Nüsrət Fətullayevin həyat yoldaşı olub. Aktrisa Ofeliya Məmmədzadə aktyor Gündüz Abbasovun həyat yoldaşı olub.